Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün elektrolitik dissosiasiya hesablanmalar bölməsini yeni test topsu üzrə izah edəcəm. Başlıq ilə birinci sualdan. Birinci sualda bizə nədir? Dəmir sulfat verib 2 mol tam dissosiasiya zamanı cəmi neçə mol ion əmələ gələr? Mən görürəm ki, gözənsən, burada neçə dənə dəmir var? Burada 2 dənə dəmir var. 3 dənə də SO4 ion var. Yəni ümumilikdə 5 ion var. Bəs 2 mol da neçə olar? Vurarsan neçəyə? 2-yə eləyir 10. Baxaq ikinci suala. Deməli, yenə bu da eyni sualdır. İon sayını soruşur. Burada bir dənə dəmir var. 3 dənə də nə var? NO3 ion var. Ümumilikdə neçə ion var? 4. 2 mol da neçə olar? 8. Doğru cavab olar D variantı. İndi baxaq neçənci suala? Üçüncü suala. Hər 200 molekulunda 170 dissosiasiya uğrayan elektrolit dissosiasiya dərəcəsi neçə faiz olur? Yəni deyir ki, 200-ü bunun 170-i dissosiasiya edib. Neçə faiz dissosiasiya edib? 170 bölünsün 200 vurulsun 100. Bu deməkdir o sualın məğzi. Bu deyilir 85%. Doğru cavab olar Y variantı. Baxaq 4-cü suala. Dissosiasiya dərəcəsini verib 85. Elektrolitin hər 200 molekulun neçəsi dissosiasiya edib? Yaxşı, bu da o bir sualın əksidir. Yəni 3-cü sualın əksidir. Alfanı neçə verib bizə? Verib 85%. Böyüyən neçə verib? 200. Kiçiyəni bizdən soruşur. Yəni dissosiasiya etmiş soruşur. Alfa nəyə bərabərdir? Kiçiyən bölünsün, böyüyən vurulsun 100. Burada da eləyəcək 85 bərabərdir. M bölünsün 200 vurulsun 100. Bu da eləyir 170. Deməli 170 dissosiasiya etməlidir. Doğru cavablar B variantı. Keçək indi 5-ci suala. Kalium nitrik orta fosfat duzunun tam elektrolitik dissosiasiyasının cəmi neçə mol ion əmələ gələr? Mən görürəm burada 3 dənə kalium, bir dənə də PO4 ion var. Yəni 4 mol ion var. Bəs 2 mol da neçə olar? 8 dənə ion olar. Doğru cavablar D variantı. 6-cı sual. Qarışqa turşusunun dissosiasiyasını verib və deyir ki, qatılığı artırsaq K, yəni dissosiasiya sabiti necə dəyişir? Uşaqlar, mən keçən videoda demişdim ki, K qatılıqdan asılı deyil. Doğru cavablar A variantı. Yalnız nədən deyək asılı idi? Elektrolitin təbiətindən, həlledicinin təbiətinə və temperaturdan asılı idi. 7-ci sual. Bizə məhlulda sirkə turşusunun dissosiasiya dərəcəsini verib neçə? 2,8. Yəni alfanı verib 2,8. Böyük N neçə verib? 1000 verib. Bizdən nəyə soruşur? Neçəsi etməmişdir. Yaxşı, birinci yəni 70-i hesablayaq. Alfa bərabərdir kiçiyən bölünsün, böyüyən vurulsun 100. Yəni 2,8 bərabərdir kiçiyən bölünsün 1000 vurulsun 100. Buradan 70-i tapdım mən 28 elektrolit dissosiasiya edib. Bizdən etməmiş soruşaq. Ümumi 1000 idi. Bunun 28-i edib neçəsi etməmiş qalar? 972. Doğru cavablar C variantı. Keçək indi 8-ci suala. 1 mol natrium hidroksid suda həll edilişdə məhlulda əmələ gələn ionların ümumi sayı 9,3 vurulsun 13,23 olarsa qələvin dissosiasiya dərəcəsinin hesablayın. Birinci gələn uşaqlar natrium hidroksidi biz dissosiasiyaya uğradaq. Alınacaq burada natrium və OH anion uşaqlar. Mən nəyə diqqət yetirirəm? Görürəm ki, 1 mol natrium hidroksid parçasında neçə mol ion əmələ gəlir? 2 mol, yəni 2 vurulsun 6,2 vurulsun 10^23 sayda ion əmələ gəlir. Mənə nə deyir burada? Deyir ki, 9,3 vurulsun 10^23 əmələ gəlib. Görək 9,3 vurulsun 10^23 ion əmələ gəlsə nə qədər natrium hidroksid dissosiasiya etməlidir? Onda burada 2 dəfə azalıb da. X burada neçə eləyər? Eləyər 10^5. Doğru cavab nə olacaq? 10^5. Amma bizdən nə soruşur? Dissosiasiya dərəcəsini gözlənsin. İndi 1 mol natrium hidroksid var idi. Bunun 10^5-i dissosiasiya edib. Yəni neçə faiz edib? 50%. Yəni 10^5-i sən 1-ə bölüb vursan 100-ə eləyəcək 50%. Doğru cavablar B variantı. Keçək indi 9-cu suala. Daha doğrusu bir dəqiqə. Burada 10^5 eləmir. Burada 10^5 eləmir. Burada %75 eləyir. %75. Hə, mən səhv hesabladım. Burada %75 eləyir. Yəni 1 molunun %75-i dissosiasiya edib. Nə deməkdir bu? 75% deməkdir. Doğru cavablar C variantı. Deməli 9-cu suala baxaq. 9-cu sualda nə deyir bizə?
Elektrolit dissosiasiya dərəcəsi 80%. Bu nə deməkdir uşaqlar? Yəni 80%, yəni 5-də 4 deməkdir. Və 1,25 mol natrium hidroksid həll edilmiş məlumatda cəmi neçə ion əmələ gələr? Deməli uşaqlar, gəlin birinci natrium hidroksidi dissosiasiyaya uğradaq. Alınacaq natrium kationu OH anionu. Nəyə görürəm mən buradan? Görürəm ki, 1,25 mol natrium hidroksid məhlulu verir və deyir ki, bunun 80% dissosiasiya edib. Yəni 5-də 4 hissəsi dissosiasiya edib. Gəl sən 1,25-in 5-də 4 hissəsini tap, gör nə qədər dissosiasiya edib. Tapacaqsan buradan 1. Aha, ondan sonra görürəm 1 mol natrium hidroksid parçalananda, yəni dissosiasiya edəndə, belə deyək, 2 dənə ion əmələ gəlir. Bəs 1 mol nə qədər? Yəni 2 vurulsun altdan %2 yazaq da, onu da bunu saydan soruşsa. Bəs bizdə 1 mol ilə baxı 1 mol nə qədər olar? Elə bu da olar. 2 vurulsun altdan %2 vurulsun 10 üstü 23 sayda. Bu da neçə eləyir? Belə eləyək. Elə A yazacaq burada. Necə olacaq? Elə bir bunu hesablasaq, eləyəcək 12 tam %4 vurulsun 10 üstü 23. Əgər bu cavabda yoxdursa, sən bir dənə buradakı vergülü bir dənə bura atıb buranı 4 yaza bilərsən. Doğru cavablar A variantı. 10-cu suala baxaq. Natrium xlorun dissosiasiya nəticəsində birinci natrium xloru yazaq. Heç sualı oxumayaq. Deməli, natrium plus xlor mənfi. Aha, deyir ki, dissosiasiya nəticəsində altdan %2 vurulsun 13-23 sayda əmələ gəlib. Suda neçə mol natrium xlor həll edilmişdir. Aha, mən görürəm ki, uşaqlar 1 mol natrium xlor parçalanında, yəni dissosiasiya edəndə 2 dənə ion əmələ gəlir. Bəs, yəni 2 ion deməyək, 2 vurulsun altdan %2 vurulsun 10 üstü 23 sayda ion əmələ gəlir. Bizə deyir altdan %2 əmələ gəlir. Baxın, görək altdan %2 vurulsun 10 üstü 23 sayda ion əmələ gəlsə nə qədər dissosiasiya olunmalıdır? Doğru cavab olar 2 dəfə açalıb, onda 5 var D variantı, Y variantında. 11-ci sual. Natrium xlor, 2 mol natrium xlor duzunun tamamilə dissosiasiya nəticəsində neçə mol ion əmələ gəlir? Deməli, indi yazım elə bura. Bir də yazmayaq. İndi baxaq neçənci sual idi bu? 11-ci sual. Deməli, mən nəyi görürəm burada? Görürəm ki, 1 mol natrium xlorid parçalananda 2 dənə ion əmələ gəlir. 2 vurulsun altdan %2 vurulsun 10-23 sayda ion əmələ gəlir. Bəs 2 mol dissosiasiya etsə nə qədər əmələ gələr? 4 vurulsun altdan %2 vurulsun 10 üstü 23. Bu neçə eləyər? 24 tam %8 vurulsun 10 üstü 23. Əgər belə bir cavabda, variant cavabda yoxdursa, onda buradakı nöqtəni elə gəlsən vergül atırsan bura, edir 2,408 vurulsun 10 üstü 24 olar. Doğru cavablar D variantı. Deməli, 12-ci sual. 12-ci sualda 1 mol kalsium nitratını suda həll etdikdə əmələ gələn ionların sayını verib, dissosiasiya dərəcəsini soruşur. Gəlin hesablayaq uşaqlar. Deməli, kalsium nitratı gəlin birinci dissosiasiyaya uğradaq. Alınır kalsium 2 müsbət plus 2 mol. Bax, 2-dən var axı. 2 molda NO3 ionu əmələ gələcək. Daha sonra mən nəyə görürəm burada? Görürəm ki, 1 mol kalsium nitrat parçanı, yəni dissosiasiya edəndə 3 mol ion əmələ gəlir. Yəni 3 vurulsun altdan %2 vurulsun 10-23 sayda ion əmələ gəlir. Bəs 9,3 verir, baxın, görək 9,3 vurulsun 9,3 vurulsun 10 üstü 23 əmələ gəlsin nə qədər dissosiasiya olunmalıdır? Burada neçə eləyir? 3, 2, 10-da 5. Burada x-i tapdıq, 10-da 5. Yəni ki, belə hesablayaq. 1 molun 10-da 5-i neynəməlidir? Dissosiasiya etməlidir. Neçə faiz eləyir bu? 50%. 12-ci sualda olacaq. 50%, yəni 10-da 5 bölünsün 1 vurulsun 100. Bu neçə eləyər? 50%. Biraz riyaziyyat hesablayaq. Deməli, 13-cü sual uşaqlar. 13-cü sualda deməli həcmi verib, qatlığı verib. Burada hansı düstur yadıma düşür? C bərabərdir nü bölünsün V düsturu ağlıma gəlir. İndi bunu çevirsək litrə edir 10-da 4 litr. Gəl buradan nüyünü hesablayaq. Görək nə qədər X xlor N həll olub. Gəl nüyünü hesablayaq. Nü bərabərdir C vurulsun V. 10-da necə olacaq? 10-da 4 vurulsun 10-da 5. Bu neçə eləyir? 10-da 2. Deməli uşaqlar burada 10-da 2 mol X xlor N dissosiasiya edib. 10-da 2 mol X xlor N dissosiasiya edib və nə qədər anion əmələ gəlib, xlor anion əmələ gəlib? 10-da 6.
Burada 10.6 mol xlor anionu əmələ gəlib. Onda məntiqini işə sal. Burada n neçə olmalıdır? Burada 3 olmalıdır. Yəni 3-ü vurulsun 10-dakıya, onda 10.6 mol əmələ gəlir də. Doğru cavablar D variantı. Keçək 14-cü suala. 14-cü sualda eyni tipli sualdır uşaqlar. 200 milli 10-2 verib. Yəni burada həcmi verib 10-2 litr. Nü bərabərdir C vurulsun V düsturuna əsasən qatlıq neçə verib 10-2. Yəni olacaq 10-2 vurulsun 10-2 neçə edir? %4. Tapdığım bu %4 nəyin moldur? X xlor N-in moldur. Tapdığım %4 mol. İndi yazırsan %4 mol X xlor N. Dissosiasiya edəndə nə qədər xlor anionu əmələ gəlib? %8 xlor anionu əmələ gəlib. Düz deyil. Onda məntiqi yenə işə salırsan, görürsən burada n neçə olmalıdır ki, %4-ə vursan %8 etsin. Təbii ki 2 olmalıdır. Doğru cavablar Y variantı. Keçək 15-ci suala. 15-ci sualda yenə bizə qatlıq verib, həcm verib. Hansı düstur yadıma düşür? C bərabərdir növ bölünsün V düsturu ağlıma gəlir. Burada nəyi tapacam? Burada nüyünü hesablayacam. Yəni molu tapacam burada. Nü nəyə bərabərdir? C vurulsun V. İndi mənə qatlıq neçə verib? 2. Birinci belə yazaq. Qatlıq neçə verib? 2. Həcm neçə verib? 1. Neçə tapdım? 2 mol. Tapdım burada 2 mol dəmir bromun kütləsidir. Düz deyil. Tapdım. Ondan sonra nəyə hesablayacam? Keçsəm ikinciyə. Görürəm burada da qatlıq, burada litr verib. Nü bərabərdir C vurulsun V düsturuna əsasən necə olacaq? 2 vurulsun 2. Qatlıq vurulsun, həcm. Burada tapacam molu 4 mol. Nəyə molunu tapdım? Kalium bromidin molunu tapdım 4 mol. Vəsiyo. İndi nə soruşur bizə? Məhlullar üçün nə doğrudur? Hər iki qabda eyni sayda ion əmələ gəlir. Baxaq. Bunu parçalasaq uşaqlar, bir dənə burada dəmir var. Bir dəqiqə. 3 dənə də brom ionu var. Yəni ümumilikdə uşaqlar, ümumilikdə neçə ion var? 4 mol, düzdür? Bəs 2 mol daxı burada. 2 mol neçə olar? 8. Birincisini tapdım neçə? 8 dənə ion əmələ gələr. Bəs burada neçə əmələ gələr? Bax, bir dənə kalium, bir dənə də brom 2, bəs 4 mol neçə? 8. Demək, hər ikisində 8 dənə ion var. Doğrudur. İkincisi dəmir 3, bir də kalium ionların molar qatlığı eynidir. Baxaq. Demək, dəmir burada bir dənə də qatlıq 2 dənədir. Deməli 2 vurulsun 1 düzdür. Burada bir dənə kalium var, 2 dənə də qatlıq var. Neçə edir? Bu da 2 edir. Doğru cavabdır. Bu da eynidir. Hər iki qabda eyni sayda brom var. Baxaq uşaqlar. Burada bir dənə brom var. 4 mol neçə olar? 4 dənə. Burada 3 dənə brom var. 2 mol da neçə olar? 6 dənə. 6 4 uyğun gəlmir axı. Deməli bərabər deyil. Doğru cavablar 1 və 2 Y variantı. Keçək 16-cı suala. 16-cı sualda qrafikdə verib, onda 1 mol XNY4M birləşməsinin ionları tam dissosiasiyası göstərilib. Əl-qərəz bizdən nəyi verib? Məhlulları verib. Bizdən soruşur, hansı formula uyğun gəlir. Uşaqlar, birinci necə hesablayırıq bunu? Görürəm ki, onda 1 mol XNY4 dissosiasiya edəndə nə qədər X ion əmələ gəlib? Gəlib onda 2 mol X müsbət ion, düz deyil. Hesabla gör 1 mol nə qədər əmələ gəlməlidir? 2. Nağda sən bilirsən, X-ından 2 ilə olmalıdır. Yəni burada C gedər, B gedər və D variantı gedər. X-i 2 tapdım axı. Deməli, N-in yerinə 2 olmalıdır. Daha sonra nə verib bizə? Onda 1 mola nə qədər verib? Onda 3 mol YO4 ion verib. 1 mol nə qədər olar? 1 mollar təbii ki 3 olar da burada. Deməli, 3 dənə də YO4-dən olmalıdır. Doğru cavab onda hansı qalır? A variantı. Keçək 16-cı dedik, 17-ci suala. 17-ci sualda eyni sualdır. Yenə eyni belə deyək cümlədir, sadəcə rəqəmləri dəyişib. Onda 3 mola, onda 3 mol nə qədər Y alınıb? Onda 3 elə. Bəs 1 mol nə qədər alınır? Elə 1 mol. Yəni Y-in sayını sən tapdın 1. Burada 4 verib, burada 2 verib, burada 3 verib. Bunlar getdi. Yerdə qalır A və Y. Keçək indi ikincisinə. Onda 3 mola yenə nə qədər XM əmələ gəlib? Onda 6. Bəs 1 mol nə qədər əmələ gələr? 1 mol deməli gələr. Təbii ki 2 də. Onda X burada neçə oldu? 2. Hardadır? A variantında. 18-ci suala baxaq. 18-ci sualda XH4 dissosiasiya, XH4 XO2 dissosiasiyasını verib və bizdən oksidaşma dərəcəsini soruşur. Gəlin birinci uşaqlar XH4-ü hesablayaq. XH4-ü verib bu formada yazırıq uşaqlar. Deməli, oksidaşma dərəcəsini necə tapırdıq? Bilmirəm X-i, götürürəm A götürürəm. Hidrogen də mən bilirəm 1-dir. Məluma görə məhsulu tapa bilirdik. Yəni A plus 4 vurulsun neçə? 1. Neçə yer?
4 bərabərdir niyə? İyonun yükünə. Cəbrizəm 0 olur ha. Yəni molekulanında olur. Amma iyon şəklindədirsə, burada necə olacaq uşaqlar? İyonun yükünə burada olacaq müsbət 1-ə bərabər. A nə çıxacaq burada? -3. Deməli XH4-ün molun neçə oksidaşma dərəcəsi neçə oldu? -3. Onda burada YH4 var ha, diqqət edin. Onda burada da -3 olar. Çünki eyni birləşmədir. Sadəcə X-in yerinə Y qoyub. İndi keçək uşaqlar XO2-ni hesablayaq. XO2 iyon yükünü verib -1. X-i bilmirəm, götürəm A. A plus oksigen neçədir oksidaşma dərəcəsi? -2. -2 vurulsun 2 neçə edir? -4 bərabərdir nəyə? İyonun yükünə, yəni -1-ə. A burada neçə eləyəcək? Müsbət 3. Onda X burada müsbət 3 tapdım. Ondan sonra keçək YO3 hesablayaq. YO3 mənfi. Oksigen bilən -2-dir. Y-i bilmirəm. A götürürəm oksidaşma dərəcəsini. Yazıram A plus 3 vurulsun -2 neçə edir? -6 bərabərdir iyonun yükünə -1-ə. A neçə eləyəcək burada? Müsbət 5. Onda YO3-ü də tapdım müsbət 5. Deməli -3 müsbət 3, -3 müsbət 5 hardadır? B variantında. Keçək indi 19-cu suala. 200 qram 49% natrium deyirəm, sulfat məhlulu verib və SO4 iyonun sayını soruşur. Sən birinci 200-ün 49%-ni hesabla. Gör burada nə qədər sulfat var? 98 qram. 98 qram neçə mol deməkdir? 1 mol deməkdir. Gözəl insan. Yəni 1 mol H2SO4 var və 1 mol H2SO4-dən neçə SO4 iyon var? Bir dənə də, yəni alt tam yüzdə 2 vurulsun 10 üstü 23 sayda da bir dənə eləyir. Yəni 2 dənə olsa 2-yə vurardım, 3 dənə olsa 3-ə vurardım. İndi bizdə 1 mol deyə elə altdan yüzdə 2 vurulsun 10 üstü 23 olur. Doğru cavab olur B variantı. Keçək indi 20-ci suala. 20-ci sualda deməli onda 5 mol natrium 2SO4 verib, bir dənə də verib onda 5 mol dəmir 3 sulfat verib. Dəmir 2 SO4 3. Bizə nə deyir? Suda həll etdikdə alınan məhlulda SO4 2 iyonlarının sayını hesablayın uşaqlar. Bizə bu cümlədə nəyə başa düşdük biz? Deməli, onda 5 mol SO4 verib. Düzdür? Onda 5 mol SO4-dən natrium 2SO4-də neçə SO4 iyonu var? Elə onda 5 molda, düzdür? Onda 5 mol dəmir SO4-də neçədən var? Bax, burada görürəm ki, 3-dən daxı. Onda neçə olar bura? 1,5. Yəni mol vuraram indeksi neçə eləyir? 1,5. Bəs ümumi neçə oldu məhlulda? 10,5. Bu da neçə oldu? 1,5. Neçə? 2 mol SO4 iyonu. Yəni bunu da saydan soruşsa neçə vuracam? Altdan %2. Yəni 2 vurulsun altdan %. 2 vurulsun 10 üstü 23. Bu deyər neçə? 12 %4 vurulsun 10 üstü 23. Əgər cavabda yoxsa, buradakı vergül atırsan bura, bunu da üstün 4 deyirsən. Doğru cavablar D variantı. 21-ci suala baxaq. 21-ci sualda 1 mol sirkə turşusunu suda həll etdikdə 3,1 vurulsun 10-22 sayda hidrogen iyon əmələ gəlib, turşunun dissosiasiya dərəcəsini hesabla. Birinci uşaqlar, bunu nə etməliyik? Dissosiasiya uğradaq sirkə turşusunun hidrogen katyonu alınır. Və burada da anion alınır. Deməli, uşaqlar, nə deyir bizə? Deyir ki, 1 mol sirkə turşusuna 3,1 vursun 10-22 qədər iyon əmələ gəlib. Yaxşı, hidrogen iyonu. Mən görürəm ki, 1 mol sirkə turşusu parçalanında, yəni dissosiasiya deyəndə 1 mol, yəni 6 tam ya da belə yazaq, 1 vursun 6,2 vursun 10 üstü 23 sayda iyon əmələ gəlir. Bəs bizə 3,1 verir. Bax, görək 3,1 vursun 10 üstü 22 iyon əməlgəsi nə qədər dissosiasiya etməlidir sirkə turşusu? Burada neçə dəfə azalır uşaqlar? Burada azalır 20 dəfə. Onda burada 20 dəfə azalsa, 1-i 20-yə bölsən %5. Deməli, %5 mol dissosiasiya edilməlidir uşaqlar. İndi 1 molun %5-i dissosiasiya edib. Bu neçə faiz deməkdir? 5% deməkdir. Yəni %5 bölünsün 1 vurulsun 100. Bu neçə faiz deməkdir? 5% deməkdir. Biraz riyaziyyatımızı işə salaq. Deməli, doğru cavab olacaq 5C variantı. Keçək indi 22-ci suala. Turşunun dissosiasiya dərəcəsini verib 2. Yəni alfanı verib 2 və onda 5 mol qarışqa turşusunun məhlulda əmələ gətirir iyon soruşur. Uşaqlar, deyir ki, onda 5 mol qarışqa turşusu verib. Deyir ki, bunun 2% dissosiasiya edib.
Neçə faiz bu neçə mol deməkdir? 5-in 2% hesabla. Gör nə qədər dissosiasiya edib. Neçə edir burada? 1/100, bu deyilir %1. Deməli %1 mol dissosiasiya neçə baxırdıq biz? 22-yə bax. Bəli, %2 mol, %1 mol dissosiasiya edib. Onun üçün gəlin sirkə turşusunu, sirkə turşusunu heç yazmaya ehtiyac yoxdur sözün açığı. Belə hesablaya bilərik bunu. Bayaq yazdıq ki, 1 mol dissosiasiya edəndə neçə iyon əmələ gəlmişdi? Qoy yazaq elə burada. Qoy görəsiz rahat. Deməli, uşaqlar, görən 1 mola 2 dənə iyon əmələ gəldi. Yəni 2 vurulsun, altdan %2 vurulsun, 10^23 sayda iyon əmələ gəlir. Düz deyil. Biz tapmışıq %1 dissosiasiya edib. Görək %1-ə nə qədər iyon əmələ gələr. Neçə eləyir bu? Neçə eləyir? Deməli 100 dəfə azalıb. Bu eləyir birincisi. Bunu tapaq birinci eləyir. 12 tam %4 vursun 10^23. Bunda 100 dəfə azaltmaq. Deməli necə eləyəcəyik bunu? Onda belə eləyək. 100 dəfə azalsa bir dənə buradan 2, biri çıxar 2-yə düşər. Buradan da vergül düşər bunda. Var belə, bəli, C variantı. 23-cü sual. 23-cü sualda keçək indi. Nədir? 2 mol kalium nitrat suda həll edilirsə, cəmi A mol iyon əmələ gəlirsə, kalium nitrat dissosiasiya dərəcəsini hesabla. Yaxşı. Kalium nitrat verib. Birinci biz bunu dissosiasiya edək. Görək nə alınır hələ. Nə var, nə yox. Gördüm ki, 1 molundan nə qədər əmələ gəldi? 2 dənə iyon əmələ gəldi. Yəni 1 mol kalium nitrat dissosiasiya edəndə 2 dənə iyon əmələ gəlir. Bizə verib A mol axı. Görək A mol nə qədər əmələ gələr? Görək A mol dissosiyası nə qədər, daha doğrusu dissosiasiya etməli kalium nitrat. Burada neçə eləyir? Eləyir 10^5 A. Yəni 10^5 mol A dissosiasiya etsə, onda A mol iyon əmələ gələr. Bizdən nəyə soruşur? Dissosiasiya dərəcəsini. İndi uşaqlar 2 mol idi. Bunun 10^5 A-sı dissosiasiyadır. Neçə faiz eləyir bu? 25% da. Yəni 10^5 A bölsün 2 vurulsun 100 bölür 25 A faiz. Doğru cavab Y variantı. İndi keçək 24-cü suala. 24-cü sualda yenə alüminium xlorid verib. Alüminium xlorid nə idi? Alüminium xlorid verib. Deməli uşaqlar, bunu dissosiasiya etsək, alüminium 3 müsbət plus xlor mənfi, amma 3 dənə. Deməli uşaqlar nədir? Suda həll edilsə cəmi A mol iyon əmələ gəlir. Dissosiasiya dərəcəsini soruşur yenə. Mən nəyi görürəm burada? Görürəm ki, 1 mol alüminium xlorida 4 dənə iyon əmələ gəlir də. Düzdür? Bizə A mol verib axı. Bəs A mol nə qədər dissosiasiya olunmalıdır? Burada neçə eləyir? 4 dəfə azalıb %25 A. Deməli uşaqlar 1 mol idi. Bunun 125-i dissosiasiya edib. Bu neçə faiz deməkdir? 25% deməkdir. Yəni %25 A bölünsün 1 vurulsun 100. Bu deyilər 25 A. Doğru cavablar A variantı. Keçək indi 25-ci suala. 25-ci sualda X maddəsini verib, kation anionu verib. Kationu verib A, anion verib 3A. Yəni nə deməkdir? 1-in 3-ə nisbətindədir də iyonlar. Deməli uşaqlar A variantına baxıram. Bax, 2 dənə natrium, bir dənə deməli CO3 verib, yəni 2-in 1-ədir. Burada bir dənə hidrogen, bir dənə də NO3, yəni 1-in 1-ədir. Deməli, burada 2 dənə dəmir, 3 dənə sulfat iyonu var, 2-nin 3-ədir. B-də 1-in 2-yə, amma Y-də görürəm bir dənə alüminium, bir dənə 3 dənə də nə var? NO3 iyon var. 1-in 3-ə nisbətində alındı. Doğru cavab ilə Y variantında olacaq. 26-cı sual. Dissosiasiya dərəcəsi 80% olan 2 mol kalsium nitrat suda məhlul üçün hansı ifadə doğrudur? Gəlin birinci kalsium nitratı dissosiasiyaya uğradaq. Görək nə alınır? Alınır kalsium 2 müsbət, 2 dənə də əmələ gələcək NO3 iyonu. Aha uşaqlar, dissosiasiya dərəcəsi 80% nə deməkdir? Yəni 5/4 deməkdir də bu. Deyir ki, 2 molu 80% dissosiasiya edib. Yəni 2 molun 5/4 hissəsi dissosiasiya edib. Görək nə qədər eləyir bu? Eləyir neçə? 1,6. Düz deyil. Onda 1,6 tapdım. Yəni burada 1,6 mol kalsium nitrat dissosiasiya edib. Onda 1,6 mol kalsium nitrata neçə mol əmələ gələr? 1,6 mol kalsium əmələ gələr. Neçə mol NO3 əmələ gələr? 3,2 mol da NO3 əmələ gələr. Çünki 2 mol da burada. Tapdım. Üstü nədir mənə? Deyir ki, birinci ifadə 1,6 mol kalsium iyonu əmələ gəlir. Doğrudur.
2. 1,6 mol NO2 iyonu var. Səhvdə axı 3,2 tapmışıq. Üçüncüsü iyonların ümumi sayı 4,8-dir. Baxaq, 1,6 burada, 3,2 burada. Cəmi neçə eləyir? 4,8. Onda bu da doğrudur, bu da doğrudur. 1, 3 hardadır? A variantı. Keçək indi uşaqlar 27-ci suala. Suda məhlul maqnezium xlorid duzunun dissosiasiya qrafikinə əsasən duzun dissosiasiya dərəcəsini hesablayın. Yaxşı uşaqlar, gəlin birinci maqnezium xloridi biz dissosiasiya edək. Maqnezium xloridi dissosiasiya edəndə 1 mol maqnezium, 2 dənə də xlor iyonu əmələ gəlir. Onun üçün mən nəyə fikir verirəm? Qrafika fikir verirəm. Görün qrafikdə mənə mol verib və qrafikdə bax bu cür verib. Ən çox hardadır? Verib bu, bir dənə də ən azı da bunu verib də əmələ gələn iyonlardan. Və keçirəm reaksiya. Görürəm 1 mol maqnezium əmələ gəlib. 2 mol xlor. Hansı mol çoxdur? Xlorun molu çoxdur, düzdür? Deməli burada çox olan nəyin moldur? Xlorun molu. Yəni 16 xlora aiddir uşaqlar. Bunu tapdım, müəyyənlədim. Ondan sonra nə edəcəm? Görürəm ki, 1 mol maqnezium xlorid dissosiasiya edəndə 2 mol xlor iyonu əmələ gəlir. Bizə 16 verir bax qrafikdə. Görək 16 mol əmələ gəlsin nə qədər maqnezium xlor dissosiasiya etməlidir. Burada tapacağım neçə? 8. Yəni 8 mol maqnezium xlor dissosiasiya etməlidir uşaqlar. Maqnezium xlor dissosiasiya etməlidir. Amma bizdə ümumilikdə başlanğıc neçə idi maqnezium xlorid? Bu azılan maqnezium xloriddə azalıb görürsən. Maqnezium xloriddir. 10 mol düzdür? 10 mol. Yəni bu 10 mol idi. Buna nə oldu? 10 mol idi. Bunun 8-i dissosiasiya edib. Neçə faiz edir bu? 80%. Doğru cavab olar A variantı. Keçək 28-ci suala. Məhlulda 1 mol dissosiasiya etməmiş H2X və 6 mol H iyonu var. Elektrolit məhlulda dissosiasiya dərəcəsini hesablayın. Gəlin birinci uşaqlar H2X-i biz dissosiasiya uğradaq. Nə alınacaq? 2 mol hidrogen katyonu, bir dənə də X anionu. Nəyə fikir verirəm burada? Görürəm ki, 1 mol H2 parçalanır, yəni dissosiasiya edəndə 2 dənə hidrogen kation əmələ gəlir. Bəs bizdə deyir məhlulda 6 mol var axı. Görək 6 mol nə qədər dissosiasiya etməlidir H2. Burada tapdım 3 mol H2-nə dissosiasiya etməlidir. Bizə deyir ki, elektrolitin dissosiasiya dərəcəsini tap uşaqlar. Mən burada nəyə fikir verəcəm ki? Görürəm ki, burada deyir 1 mol dissosiasiya etməmiş H2X düzdür. 3 mol var, yəni 3 mol dissosiasiya edib, 1 mol da etməyib. Ümumilikdə neçə olub? 3 düzdür. Daha doğrusu 3 plus 1. Deməli 1 mol dissosiasiya etməmişdi, 3-ü də etmişdi. 3 plus 1 H2X var. Bunun neçəsi dissosiasiya edib? Dedik də 3-ü dissosiasiya edib. 3 bölünsün 4 vurulsun 100 neçə edir? 75%. Doğru cavab olar B variantı. İndi keçək 29-cu suala. Bu da asan sualdır uşaqlar. Hesablama cüzi var burada. Deməli 29-cu sualda nə deyir bizə? 100 milli 10-2 qatlıq verib. 100 milli, yəni həcmi verib, qatlıq verib. Hansı düstur yadıma düşür? S bərabərdir nü bölünsün V düsturu ağlıma gəlir. Nü nəyə bərabərdir? S vurulsun V. Çünki biz burada mol hesablamalıyıq. Görək nə qədər iyon qatlıq var, iyon var burada. Deməli uşaqlar 100 milli nə deməkdir? Bu 1 litr deməkdir. Gəlin yerinə qoyaq. Nü 1 bərabərdir yazaq. Birinci məhlul yazaq. 1 vurulsun 2. Tapdım burada %2 mol. Nəyə tapdım? Maqnezium xloridin molunu tapdım. %2 mol maqnezium xloridin molunu tapdım. Və gəlin bunu iyonları parçalayaq. Deməli, onda burada bir dənə maqnezium var. %2 nə qədər olur? %2 maqnezium olar. Deməli, burada 2 dənə xlor var. %2-sinə nə qədər olar? %4 də xlor olar. Всё. Başım qulağım dinc olsun. Deməli, keçək uşaqlar ikincisinə. İkincisi nədir? 200 milini sən çevirməsən 12 litrə. Yazaq. S bərabərdir nü bölünsün V. Nü bərabərdir SV düsturuna əsasən molu hesablayacaqsın. 2 tapmışam. Həcmi vurulsun 2 qatlıq. Neçədir? %4. Tapdığım bu %4 nəyə moldur? Natrium sulfatın. Yazıram %4 mol. Natrium sulfat. Yazsın. Elə gəlin burada da hesablayaq. Yenə hesablama rahat olsun. Deməli 2 dənə natrium iyonu var. Onda 4-də nə qədər olar? %4-də nə qədər olar? %8 natrium iyonu olar. Bir dənə də SO4 burada var və %4-də nə qədər olar? %4 elə SO4 olar. Füsun uşaqlar, buradan artıq məlum olur ki, burada nə bərabərdir? Bizdən qatlıq soruşur, bax diqqətlə. Burada məhlulda 300 milli alınıb. 300 milli nə deməkdir? Həcm 3 litr deməkdir. Gəlin bir-bir qatlıq hesablayaq. Qatlıq nəyə bərabərdir? S bərabərdir nü bölünsün V. Düz deyil, gözəl insan. Gəl birinci başla maqneziumdan. Maqnezium burada heç
açığı deyim, yəni görünür ki, burada xlordan SO4 onsuz bərabərdir, düz deyil? Yəni %4 mol tapmışam SO4-ü. Böləcəm həcmə neçədir? Həcm 10/3-də tapmışıq 10/3. Neçə eləyir? %4 bölünsün 10/3. Bu oldu SO4-ün qatlığı. Bir də var uşaqlar burada xlor. Xlor da %4-dür. Yəni bu düstur əsasən. Neçə bölünsün neçə? 10/3-ə. Bu deyir elə xlorun iyonu. Yəni burada bunlar bərabərdir. Burada məsələn maqnezium %2-dir. Bunu bölsəm %3-ə, 10/3-ə alınmır. Burada %8-dir natrium. Bölsən 10/3-ə alınmır. Yəni doğru cavab ilə burada olur xlordan SO4. Onsuz burada da görsənir ki, %4 burdadır, %4 də burada. Buradan onsuz görmək olur. Doğru cavablar ilə A variantı. Uzun sözün qısası, video qısa olsun deyə, çox uzun olmasın. Deməli 30-cu sual. Məhlulda NO3 iyonun qatılımı verib AAA. Yəni bunlar nə deməkdir? Bərabər deməkdir uşaqlar. NO3-ün sayı bərabərdir. Deməli uşaqlar, görürəm ki, burada 2 dənə, burada 3 dənə, burada 1 dənə var. Düzdür? NO3. Bunu ən kiçik ortaq bölən, yəni əkobu neçə olar? Əkobu 6 olar da. 6-ya çatdırmaq üçün mən bunu neçə vurmalıyam? 3-ə. Bunu vurmalıyam 2-yə, bunu vurmalıyam 6-ya. Aha. Onda bizə nəyə soruşur? Katyonların sayını soruşur, qatılını soruşur. Düzdür? Onda burada neçə katyon olar? 3 mol, 2 dənə burada. Yox, katyon deyirik, katyon. Katyon burada metaldır, bəli. Onda 3 dənə burada olar. Yazırsan 3. 2 dənə alüminium burada. 6 dənə natrium burada. Hansı daha böyükdür? Z böyükdür. Deməli Z böyükdür X-dan, o da böyükdür Y-dən. Hardadır? B variantında. 31-ci sual. Deməli bizə nə deyir? Məhlulda xlor iyonlarının sayını verib A. Yəni bunların hamısı bir-birinə bərabərdir. Burada neçə dənədir uşaqlar? Burada 3 dənə xlor, burada 2, burada 1. Ən kiçik ortaq bölən hansıdır? Yəni əkob hardadır? Burada 6-dadır da əkob. Düzdür? Bunu neçə vurmalıyam? 2-yə. Bunu neçəyə? 3-ə. Bunu 6-ya vurmalıyam. Yəni uşaqlar burada katyon soruşsa, katyon metaldır uşaqlar. Deməli 2 alüminium burdadır, 3 dənə sink burdadır. 6 dənə natrium burdadır. İndi hansı böyükdür? Z böyükdür Y-dən, o da böyükdür X-dan. Hansı hardadır? C variantında. Keçək indi 32-ci suala. 32-ci sualda katyonlar bir dəfə verib bərabər. Bax, katyon metallar dedim. Burada bir dənə dəmir var. Burada da bir dənə dəmir var. Burada 2 dənə dəmir var. İndi mən bunu neçəyə çatdırıram ən kiçik? 2-yə çatdıra bilərəm. Ona görə bunu da 2-yə vururum, bunu 2-yə vururum, bunu 1-ə vururum. İndi anion soruşur. Görəm burada 2 dənə anion var. 2 mol da neçə olar? 4 dənə. Burada 3 dənə xlor anion var. 2 mol neçə olar? 6 dənə. Burada 3 dənə deməli anion var. 1 mol neçə olar? 3. İndi hansı böyükdür? Y böyükdür X-dan, o da böyükdür Z-dən. X böyükdür dedik. Y-dən, o da böyükdür Z-dən hardadır? B variantında. Keçək indi uşaqlar 33-cü suala. 33-cü sualda deməli bura bir dənə yazacaq B. 33-cü sual. Baxaq. Deməli bizə nə deyir? Qarşıdan duz verib, həcmi verib, qatlıq, bir də NO3-ün iyonun qatılımı verib. Yaxşı uşaqlar. Gəlin birinci necə hesablayaq? Görək burada bu duzlarda nə qədər NO3 var. Mis nitratı birinci dissosiasiya edəndə görəm burada 2 dənə NO3 olacaq. Bir də gəlin hesablayaq dəmiri. Dəmir nitratı dissosiasiya edəndə görək nə qədər var burada. Burada da 3 dənə var da. 3 dənə də NO3 iyonu burada olacaq. Gözənsən. İndi gəlin burada uşaqlar, gəlin burada nə edək? C bərabərdir V düzünə əsasən burada nüyünü hesablayaq. Nə üçün? Çünki burada qatlıq verib, qardaş, burada həcm verib də. Nüyünü mən rahat hesablaya bilərəm. Yəni C bərabərdir nüy bölünsün V düzünə əsasən nüy nəyə bərabərdir? C vurulsun V. Qatlıqlar məlumdur, həcm məlumdur. Getdi uşaqlar. Birinci yazaq nüy NO3 birinci şeyə görə hesablayaq. Buna görə mis nitratı görə yazıram mis NO3. Yazıram. Deməli, uşaqlar baxıram nəyə? 1,2 qatlıq verib. 2 də burada var, ax vuracaqsan 2-yə. Həcm neçədir? V1. Yazsın, vurulsun V1. Neçə eləyir? 2,4 V1. Ondan sonra keçək, bu 1 olsun. Nü 2, NO3-ə baxaq. Burada neçədir uşaqlar? Deməli, hara baxdı bura? Bəli. Eləyəcək 3. Düzdür. 3 dənə NO3 var ax burada. Vurulsun neçə? 10-da 6. Vurulsun V2. Bərabərdir neçəyə?
Neçə eləyir bu? 1,8 V2. Və hardan çıxır bu? 3 buradan çıxır, 2 buradan çıxır. Ona görə bunları vururam 2-yə 3-əm. Hələ bu 2-yə dəymirəm. Bu 2 düsturda yerinə qoyacağam. Tapdım 1,8 V2. İndi S nəyə bərabərdir? Nü bölünsün V deyildi uşaqlar. İndi bunu belə də yazmaq olar da. Nü1 plus nü2 bölünsün V1 plus V2 düsün əsasən. İndi bizə qatlıq neçə verib? Burada 2 verib də. Bərabərdir. NO3-ünü tapmışam axı, nüsünü də tapmışam, NO3-ün həcmini də tapmışam. Düz deyil, gözəl insan. Həcmin tapmışam deyə özü burada verib həcmi. Demək uşaqlar yazıram 2,4 V1 plus 1,8 V2 bölünsün V1 plus V2. Gəlin buradan hesablayaq. Çarpaz vursaq 2V1 plus 2V2 bərabərdir 2,4 V1 plus 1,8 V2. Burada eləyəcək nə? Burada eləyər 10-da 2V2 bərabərdir. Neçə eləyir? 10-da 1V1. Bu da eləyir neçə? V2 bərabərdir. Elə 2V1 olar da burada. Doğru cavab nə olar? İndi bizə nəyi soruşur? V1-in V2 nisbətini soruşur. V1-in V2 nisbəti necə olacaq uşaqlar? Deməli, V1 bölünsün V2. Onda bura neçə olmalıdır? Bura. İki olardı onda. Doğru cavab nə olar? 2. 33-də 2 olmaz, yox. 2 niyə olur? 10-da 5 olar. 10-da 5. Elə 2-də 1 eləyir də bu. Yəni 2-də 1 eləyir, bu da eləyir 10-da 5. Doğru cavablar 10-da 5, B variantı. Yəni belə yazaq, qoy bir dənə sərəqədən yazaq. Bura nə eləyir? Bura 2-də 1 eləyir də. Yəni çarpaz vursaq belə bu alınır da. Bu neçə eləyir? 10-da 5 eləyir. B variantı. Keçək indi 34-cü suala. Deməli uşaqlar, 34-cü sualda hansı duzların məhlullarında kation anyona bərabərdir? Artıq mən burada 1-i görürəm. Bir dənə kalium, bir dənə NO3. Bunu götürə bilərəm. Ondan sonra 2-ni götürə bilmərəm. 2-də 3, burada da 2. Məlumdur. Bu fərqlidir. Burada da götürə bilərəm. Burada 3 dənə kation, bir dənə PO4 anyonu var. Amma burada sink müsbət, SO4 mənfi, hərəsindən də bir dənədir. 1 və 3. 35-ci sual. Deyir ki, hansında anyon katyondan böyükdür? Deməli, birdə uşaqlar, birdə katyon anyondan böyük. Yəni 3 dənə natrium var, bir dənə PO4. B deyirəm, 2-də deməli katyon bir dənədir, anyon 2 dənədir. Yəni anyon böyükdür. Bunu götürə bilərəm. Keçək 3-ə. 3-də görürəm ki, katyon böyükdür. Yəni müsbət, burada mənfi. Yəni müsbət 2 dənədir, mənfi bir dənədir. Amma burada 2 dənə NO3, yəni 2 dənə mənfi var, bir dənə də kalsium müsbət var. Hansı böyükdür? Bir də 4 böyükdür. 36-cı sual, natrium SO4 verib, mol miqdarını verib, dissosiasiya dərəcəsini verib. Deməli, uşaq, birinci natrium sulfatı dissosiasiya etsək, görək burada bizdən natrium iyonu soruşmur. Onda biz elə 2 mol natrium iyonu yazacaq. Çünki bizə bu lazımdır. Uşaqlar nə deyir? Bizə 2,5 mol verib və deyir ki, dissosiasiya dərəcəsi 80%. Yəni nə demək istəyir? 80% nə deməkdir ümumiyyətlə? 5-də 4 deməkdir. Yəni qardaş, sən deyir ki, 2,5 mol natrium sulfatın 5-də 4 hissəsi dissosiasiya edib, 80% dissosiasiya edib. Yəni 2,5-in sən 5-də 4-ün tapsan, neçə eləyir? 5, 10-da 5, 2, düzdür? Yəni burada 2 mol natrium belə deyək, sulfat dissosiasiya edib. Sən görsən ki, 1 mol natrium sulfatdan 2 mol natrium katyona əmələ gəlir. Bəs 2 moldan neçə əmələ gələr? 2 moldan da 4 əmələ gəlir də. Doğru cavab olar 4. 37-ci sual. 37-ci sualda deməli nə deyir bizə? Qatlığı verib, C-ni verib neçə? 100-də 4. Kalium keçirmək neçə mol? Məhlulda neçə mol? Neçə millidə 100-də 2 mol kalium iyonu var. Gəlin birinci uşaqlar kalium nitratı dissosiasiya edək. Kalium sulfat daha doğrusu dissosiasiya edək. Alınacaq burada kalium 2 dənə plus SO4 2 mənfi. İndi nəyə diqqət edirəm? Görürəm ki, mən burada 1 mol
kalium 2SO4-də 2 mol kalium ion əmələ gəlib. Düzdür? Bəs burada %2 əmələ gəlib. Görək %2 mol əmələ gəlsə nə qədər kalium SO4 dissosiasiya etməlidir? Eləyəcək %1. Burada %1 tapdım da mol. Yəni nü-nü tapdım %1. S nəyə bərabərdir? Nü bölünsün V. Yəni ki, V də bərabərdir nü bölünsün S-yə əsasən olacaq neçə? %1 mol tapdım. Qatlıq neçə verib? %4. Bu neçə yerlə? Bu 4-də 1 deməkdir. Yəni 25. Doğru cavablar neçə? 37-də 25. Daha doğrusu 25 olmaz. Həcm deyir bizdən. Bu edir 4-də 1 %25 litr. Bunu da həcmə çevirsək 1000-ə vuracaq da. Bu deyəcək 250. 250. Baxaq 38-ci suala. 200 ml kalsium bromid məhlulunda bromiyon molar qatlılığını verib 10/4. Məhlulda neçə qram kalsium bromid var? Gəlin birinci uşaqlar kalsium bromidi dissosiasiya edək. Kalsium bromid dissosiasiya edəndə alınır kalsium 2 müsbət plus 2 dənə brom anion əmələ gəlir və bizə deyir ki, nə deyir bizə? 10/4 molyar brom qatılığı var. Demək uşaqlar 10/4 molyar varsa, və bu neçə mol kalsium bromiddir deməkdir. Daha neçə qatlıqdır deməkdir. Deməli, bax kalsium bu belə yazaq. Kalsium brom 2-nin qatlığını hesablayaq. Əgər bu 10/4-dürsə, düzdür, 2-dən var axı burada. 2-yə bölsən, sən burada nəyi tapacaqsan? Tapacaqsan burada kalsium bromidin qatılığını, yəni S kalsium bromidin qatlığı neçə oldu? 10/2. Həcm neçə verib bizə? 200. Düzdür? Yəni 10/2 litr. S bərabərdir nü bölünsün V düstur ağlına gəlməlidir. Nü nəyə bərabər olacaq burada? Bax, qramı soruşsa, yəni kütləsini soruşsa, sən birinci mol tapmalısan. Ona görə mən molu hesablamalıyam. 10/2 vurulsun 10/2. Bu eləyir %4. Düzdür? Yəni sən tapdın burada %4 mol nə var? Kalsium bromid. İndi bunun kütləsini soruşsa neçəyə vurmalısan? Vuracaqsan 200-ə. Vurulsun %4. Bu deyir neçə? 8. Doğru cavablar 8. Deməli, keçək indi 39-cu suala. 39-cu sualda nə deyir bizə? Dissosiasiya dərəcəsini verib 40. Neçə mol kalium 2SO4 suda həll edilməlidir? Yaxşı uşaqlar. Gəlin birinci kalium 2SO4-ü dissosiasiya edək. Burada görürsən ki 2 mol X müsbət iyona mərkəb. Düzdür? Amma görürsən səndə neçə verib? 10/4 verib də, düzdür? Yazmalısan ki 1 molunda 2 dənə XO4 X müsbət iyona mərkəb. Bəs 10/4 əmələ gəlsə nə qədər dissosiasiya olmalıdır? Tapacaqsan burada neçə? 5 dəfə azalıb 10/2. Vəsiyo. Deməli uşaqlar, hansı ədədin 40% 10/2 eləyir? Yəni x vurulsun 40 bölünsün 100 bərabərdir 10/2. X neçə eləyər? 10/5. Aydın oldu. Deməli, yenə deyirəm, burada x-i tapdın, x 2SO4-ün dissosiasiya dərəcəsini tapdın, dissosiasiya etmiş molunu tapdın 10/2. İndi bizə 40% verir, bax. Yəni hansı ədədin 40%-i 10/2-lər, onu tapırsan, bu deyir 10/5. Keçək indi 40-cı suala. 40-cı sualda uşaqlar, yenə dissosiasiya edək bunu. Kalsium deyirəm, X orta fosfat edəndə 3 mol X müsbət iyon əmələ gəlir. Yəni 1 molundan 3 dənə X əmələ gəlir də, düz deyil. Bizə 10/6 verir. Bax, görək 10/6 mol əmələ gəlsin nə qədər? XPO4 dissosiasiya etməlidir. Bu da eləyir 10/2, yəni 5 dəfə azalsan 10/2. Bizə indi 10% verib. Yəni hansı ədədin 10%-i neçə eləyər? 10/2. Bu neçə eləyəcək? 20, bu da eləyir 2. Doğru cavablar 2. Keçək indi 41-ci suala. 41-ci sualda hər iki qab verib, hər iki duzun dissosiasiya dərəcəsi 100 olarsa x hesablayın. Demək uşaqlar, burada nəyə diqqət yetirəcəm? Burada alt tam %2 vursun 10/24 NO3 verib. Yəni bunu mola çevirsən, gözənsən. Bu neçə eləyəcək? Bu eləyəcək 10 mol. 10 mol, deməli bu qabda nə var? NO3 var. İndi gəlirsən bura sərəqədən. Gəlirsən birinci qaba. Nə üçün mola çevirdim? Çünki gördüm burada mol verib. Ona görə mola çevirdim. Görürəm ki, burada neçə NO3 var iyonu? 2, düzdür? Bəs 10/5 mol neçə olar? 1.
Artıq bildim ki, bax burada bərabərlik verir. Yəni bunun 10 moldur bu qabda. Bunun 1 molu neçədir? Burdadır. Neçəsi qalar bura? 9-u qalar da, düzdür? Nağdı bilirəm ki, 9 NO3 burada olmalıdır. Ondan sonra nəyə diqqət edirəm? Görün burada 3 dənə NO3 var, düzdür? Bu 9 neçə mol NO3, neçə mol olar? 3 moldur da. Yəni 3 olsa bura, 3-ü sən vurarsan buradakı 3-ə 9 dənə NO3 eləyər. Doğru cavabı neçə? 3. Tapdıq 3. Keçək indi 42-ci suala. 42-ci sual nədir? 29,8 qram X xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarının cəmi 10,8-dir. X xlor duzunun nisbi molekul kütləsini hesabla. Bax, deyir ki, iyonların cəmi 10,8. Sən birinci dissosiasiya elə, gör neçə dənə iyon var elə. Görsən ki, 2 dənə iyon var. Yəni, qardaş, 1 mol X xlor duzunu dissosiasiya edəndə 2 dənə iyon əmələ gəlir. Bizə deyir 10,8 əmələ gəlib. Görək bu 10,8 əmələ gəlməsi üçün nə qədər X xlor dissosiasiya etməlidir? Burada tapacaqsan 2 dəfə azaltdı 10,4. Deməli 10,4 mol X xlor dissosiasiya edib. Bunu tapdın 10,4 mol. Düz deyil? İndi uşaqlar 10,4 molun kütləsini bizə neçə verir? 29,8. Hesabla gör 1 mol nə qədər olar? 1 mol eləyər 74,5. Doğru cavablar 74,5. Keçək indi neçənci suala? 43-cü suala. 43-cü sualda XY2 maddəsinin 400 ml məhlulda onda 4 mol iyon var. Məhlul molar qatını hesablayın. Yaxşı, birinci gəl XY dissosiasiya edək. Görək X müsbət 2 dənə də Y iyonu əmələ gəlir və nəyə diqqət edəcəm uşaqlar? Birinci gəlin burada molu hesablayaq. Mən görəm bax 1 mol XY2 dissosiasiya edəndə 2 mol Y əmələ gəlir, düzdür? Amma mənə 10,8 verib. Görək 10,8-ə nə qədər XY2 dissosiasiya etməlidir? Nə qədər edir bu? 10,4. Artıq mən nəyi tapdım? Burada nüyünü tapdım da, düzdür? Yəni XY2-nin Y2-nin nüsünü tapdım. Həcmi mənə verib neçə? 400 ml. Çevirdim 10,4 litrə. C bərabərdir molar qatının düsünün nüy bölünsün. V düsünü əsasən necə olacaq? C bərabərdir. Molu neçə tapmışıq? 10,4. Düzdür? Həcm neçə verib? Bu da 10,4. Neçə eləyir? 1. Doğru cavablar 43-də 1. Keçək indi 44-cü sualda, bu da eyni tipli sualdır. Demək, həcmi birinci çevirsin 10-2-yə. Litrə çevirin, çünki burada səndən litrdən soruşur. Demək, uşaqlar, birinci XY2-ni dissosiasiya edəndə yenə həminki maddələr alınacaq. Deməli, uşaqlar nədir? Deyir, 10,4 mol X 2 müsbət iyona əmələ gəlib. Yazaq. Görəm ki, 1 moldan 1 mol əmələ gəlir. Düzdür? Bəs 10,4-ə nə qədər əmələ gəlir? Elə 10,4 mol əmələ gəlir. Düzdür? Tapdım nəyi? Nüyünü tapdım. Yəni XY2-nin nüsünü tapdım. 10,4. 10,4 yazacaq bura. C bərabərdir nüy bölünsün V düsünə əsasən. Mol neçə tapmışam? 10,4. Düzdür? Həcm neçədir? 10,2. Bölünsün neçə eləyir? 2. Doğru cavab neçə olacaq? 2. İndi keçək 45-ci suala. 45-ci sualda bizə nə deyir? Elektrolitin həll olmuş mol miqdarı verib, dissosiasiya dərəcəsini verib 60, etməmişi soruşur uşaqlar. Asan sualdır. 60% nə deməkdir? 5də 3 demək deyil. Yəni bunun 5də 3 hissəsi edib. Nə qədər etməmiş qalar? 5də 2-si də onda. Düzdür? Yəni sən tapacaqsan 5 vurulsun 5də 2. Bu neçə edir 2? Deməli, 2 mol dissosiasiya etməyib. Yenə deyirəm, bu 60% 5də 3 deməkdir. 5də 3 etmiş də. Bəs etməmiş nə qədər? 5də 2. 5-in 5də 2-sini tapırsan 2. Asan sualdır. 46-cı sual. 46-cı sualda sulu məhlulda 1 mol dissosiasiya etməmiş XOH2-yə 3 mol. Yaxşı, baxaq. Birinci XOH2-ni dissosiasiya edək. Görək nə alınır? X2 müsbət plus OH mənfi, amma 2 dənə. Deməli, nədir uşaqlar? Deyir ki, 3 mol X2 müsbət iyonu düşür. Elektrolit məhlulda dissosiasiya dərəcəsini tapın. Birinci uşaqları hesablayaq. Görəm ki, 1 mol XOH-yə 1 mol
X 2 müsbət ion əmələ gəlir. Bəs bizdə deyir ki, 3 mol əmələ gəlir baxır. Görək 3 mol nə qədər dissosiasiya edilməlidir? Elə 3 mol XOH2 dissosiasiya etməlidir, düzdür? Bizə deyir ki, bunun 1 mol da etməyib. Bəs ümumi neçə olub? 3 eləyib, 1 də etməyib. Nə qədər olub? 4, düzdür? İndi bizdən etmişin dissosiasiya dərəcəsini soruşur. 73-ü daxı 3 bölünsün, 4 vurulsun 100. 3 bölünsün 4 vurulsun 100 neçə eləyir? 75%. Doğru cavablar 75%. Keçək indi uşaqlar nəyə? 47-ci sual. Dissosiasiya dərəcəsini verib 80. 80%. Bunun nağdı bilirəm ki, 5-də 4 deməkdir. XN YO4N maddəsini 2,5 mol dissosiasiya edəndə 4,816 vurulsun 24 sayda ion əmələ gəlir. M plus M-in cəmini hesablayın. Uşaqlar, birinci necə eləyək biz bunu? Birinci biz bunu mola çevirək, görək bu neçə mol eləyir. Yəni belə eləyək, bunu yazaq 4,800 deyənmədim. 4,816 vurulsun 10 üstü 24 bu cür yazım. Yəni ki yazım 48 tam bu formada yazsaq üstü 23, onda hesablam rahat olsun. Bölərəm bunu mola tapmaq üçün neçəyə? 1 na, yəni 6,2 vurulsun 10 üstü 23-ə bölərəm. Yəni bax bunu veriləni bax bu cürdə yazmaq olar. Yəni prosi üstü 23 olacaq. Bir dənə vergül sürüşəcək bura. Deməli uşaqlar bu neçə eləyir? 8. Deməli ümumilikdə 8 ion var. Düzdür uşaqlar? İndi bizə deyir ki, 80% dissosiasiya edib 2,5 molu. Deməli uşaqlar 2,5-in 80%-ni tap, yəni 5-də 4 hissəsini tap. Gör neçə eləyir bu? 10,5 2. So 2 molundan 8 əməl gəlibsə, 1 molun nə qədər əməl gəlir? 4. Yəni 2 molundan 2 mol dissosiasiya edəndə 8-dən ion əməl gəlir. 1 mol nə qədər əməl gəlir? 4 dənə. Doğru cavablar 4. Deməli, keçək 48-ci suala. Bu da desən təzə sual olmalıdır. Deməli, suda məhlulun həcmini verib. V-ni bizə verib neçə? 10,5. Məhlulun qatılığını verib, C-ni verib 1. İndi burada nəyə tapacam ilk öncə? Tapacam ki, C bərabərdir nü bölünsün V. Yəni ki, nü bərabərdir C, V. Yəni ki, 10,5 vurulsun 1, bu eləyir 10,5. Nünü tapdım 10,5. Yəni kalsium bromidi. Heç burada ehtiyac yoxdur kalsium bromidə. Aha, burada nə deyir bizə? 10,5. Ya da yazaq, kalsium bromidi dissosiasiya edək. Alınır kalsium 2 müsbət plus 2 mol brom. İndi uşaqlar, gəlib bu 10,5 mol tapmışam kalsium bromid, düzdür? Bunun deyir ki, dissosiasiya dərəcəsi 20%, yəni 5-də 1 deməkdir bu. Yəni demək istəyir ki, 10,5-in 5-də 1 hissəsi dissosiasiya edib. Yəni 10,5-in 5-də 1-ini tapacağıq neçə? 10-da 1. Yəni 10-da 1 mol dissosiasiya edib kalsium bromid. İndi deyir ki, nə qədər belə deyək, brom ion əmələ gələr? A verib də. Yəni görürəm ki, 1-dən 2 əmələ gəlir. Bəs 10-da 1-dən nə qədər əmələ gələr? 10-da 2. Onda A neçə olar? 10-da 2. Yəni burada qrafik verib, cədvəl verib, qorxmayın. Sadə sualdır. 49-cu sual. 49-a bizə nə deyir uşaqlar? 250 ml mis nitrat məhlulundakı mis 2 ionlarını tam çökdürmək üçün 1 mol natrium hidroksid sərf olunmuşdur. Mis 2 nitrat məhlulunda mis ionların molar qatını hesablayın. Birinci gəlin uşaq çökdürmək üçün baxaq nə etmək lazımdır. Birinci mis nitrat ilə natrium hidroksidin reaksiyasını aparaq. Görək nə alınır, nə alınmır. Deməli, alınacaq burada belə yazaq elə. Natrium nitrat plus mis hidroksid. Deməli, indi əmsallaşdırsaq, bura 2 düşsə, onda burada 2 düşər. Deməli, necə yazacaq uşaqlar? Yazacaq. Yazarıq ki, qatılıq soruşsa, həcmi bizə verib. Bunu 125 litr kimi yazaq. Görürəm ki, uşaqlar, 1 moluna
nə qədər hidroksi sərf olunur? 2 mol. Bizə verib 1 mol sərf olunur. 1 mol nə qədər sərf olunmalıdır nitrat? Onda 5 düzdür. Tapdım burada mis. Bir dəqiqə mis nitratın molunu tapdım. Neçə? Onda 5. Lə 1 mol misdə, onda 5 mol misdə, mis nitratda, onda 5 molda mis katyon əmələ gəlir. Düzdür, gözlənsən. Yəni çökər. Deməli, belə deyək, mol tapdım, həcmi tapdım. C bərabərdir nü bölünsün V üstünə əsasən. Mol neçədir? Onda 5 bölünsün neçə? %25. Bu neçə eləyər? 2. 49-a doğru cavablar 2. Keçək indi 50-ci suala. Deməli, uşaqlar, yenə burada uşaqlar çaşır, axsıyır biraz. Deməli, necə etmək lazımdır? Kalsium birinci xlordur, dissosiasiya edək. Kalsium 2 müsbət plus 2 mol xlor anionu. Bizə nə deyir uşaqlar? Deyir ki, 4 mol xlor ionu əmələ gəlib, düzdür? Mən görürəm ki, 1 moluna, qardaş, 2 əmələ gəlir. Bəs 4 mol əmələ gəlməsi üçün nə qədər sərf olunmalı? Yəni dissosiasiya etməli kalsium xlorid. 2 mol, düzdür? 2 mol kalsium xlorid. Bizdən dissosiasiya dərəcəsini soruşmur. Yəni, qardaş, bunun belə deyək, 5 molunun ikisi dissosiasiya edib. Neçə faiz eləyir bu? 20% eləyir də. 20 yox, daha doğrusu 40. Doğru cavab olar 40. Yəni 2 tapdım mən nəyi? Kalsium xloridi. Bunun 5 mol verib baxıyorum. Yəni 5də 2-si. Vurarsan 100-ə. Bu da eləyir 40. Deməli, uşaqlar, keçək indi 51-ci suala. Uşaqlar, 51-ci sualı bir çox müəllim, bir çox nəvim şagird A-nı qoyur, B-ni qoyur. Lazımdır, gözənsən. Biraz baş işlət. Bax, məntiq lazımdır. Natrium 2, SO4. Bu da natrium OH. Burada necə olacaq? Sən verib 2,5 mol N, belə deyək, natrium, N də SO4. Gəl sən bu N yerinə 1 qoy. 1 qoysan necə olacaq? Elə olacaq, N-ləri silsən 1 qoysan. N-i yerinə 1 qoydum. 2,5 belə deyək, natrium 1 molda SO4 ionu. Düz deyil, gözlənsən. İndi hesablayaq. Hesablayaq necə? Baxın, mən bura 1 mol qoysam, 1 mol qoysam. Bura 10,5 mol qoysam necə olar? Onda olacaq 2 dənə Na burada, natrium ionu. Bir dənə də burada natrium, 10,5 də burada natrium ionu var, düzdür? Bax, qardaş, alındı sənə 2,5, düzdür, natrium ionu. Və 1 mol SO4 ionu alındı. Deməli, molu tapdın sən. Yəni, burada A-ya B-yə ehtiyac yoxdur. Sadə bir şifahi məntiqi var. İndi molları tapdım, yəni molları tapdım, gəlin hesablayaq. 1 mol natrium SO4-ün kütləsi neçə qramdır? 142 qram. 10,5 mol natrium OH neçə mol, neçə qramdır? 20. İndi bizə bunun nisbətini soruşdu. 142 bölünsün 20, bu neçə eləyir? 7,1. Doğru cavablar 7,1. Keçək indi 52-ci suala. 52-ci sualında sadə bir məntiqini deyəcəm. Diqqətlə qulaq asın uşaqlar. Deməli, mənə verib, deməli, %5 mol X M müsbət. Bunu sadəcə görməliyik. Y, O3, N mənfi. Deməli, uşaqlar, sən görsən ki, X ionu ilə Y ionu arasında 2 dəfə fərq var. Aydın oldu. %5, bu da neçə verib? 10,1. Yəni, 1-in neçə nisbətidir? Bu 2-yə nisbətidir də. Aydın oldu. Deməli, uşaqlar, necə yazacaq indi? Görsən ki, deməli, burada 1 mol X var, 2 molda YO3 ionu var. Yazarsan ki, 9,4 qram dissosiasiyadan da nə qədər ion əmələ gəlib? %5 mol X ion əmələ gəlib. Bəs tapdım 1 mol daxı. Bəs 1 mol nə qədər əmələ gəlir? 20 dəfə artır, 188. Fərqi yoxdur. İstəyirsən buna da görə hesablaya bilərik. Gəl, istəyirsən buna görə də. 9,4 qram dissosiasiyadan da onda 1 mol YO3 ion əmələ gəlir. Bəs 2 tapmışam axı. 1-2 nisbətində. Bəs 2-yə bu da eləyər 188. Fərq yoxdur. İkisinə görə də doğru cavab alacaqsan. Bu da sənin sadə məntiq yolun. Keçək uşaqlar 53-cü suala. Sıxlığı verib 1,4
M-i verib 700 qram. Hansı düz sıralıma gəlir? Rho bərabərdir M bölünsün V. Düzdür? Gəlin buradan həcmi hesablayaq. Onda V nəyə bərabərdir? M bölünsün Rho. Yəni 700 bölünsün 1,4. Burada həcmi neçə tapdım? 500 milli. Yəni onda 5 litr tapdım. Ondan sonra gəl kalium sulfatı dissosiasiya edək. Kalium 2 SO4 alınır 2 mol kalium, 1 mol da SO4 2 mənfi. 2 mənfi uşaqlar. İndi nəyə diqqət yetirirəm? Görürəm ki, 1 mol kalium SO4 parçalandı dissosiasiyadan da 3 mol ion əmələ gəlir. Yəni 3 vurulsun 6,2 vurulsun 10 üstü 23 sayda ion əmələ gəlir. Bəs bizə neçə verib? 9,3 verib də. 9,3 vurulsun 10 üstü 23 ion əmələ gəlsə nə qədər dissosiasiya olunmalıdır? Buradan tapacağıq neçə? Elə bir 2 dəfə azabdır. 10,5 tapdıq da, düzdür? Yəni molu neçə tapdıq biz? 10,5. Nü-ni tapdım mən 10,5. S bərabərdir nü bölünsün V düzünə əsasən. 10,5 tapmışam nü-ni, 10,5 də həcmi tapmışam. Onda bölərsən taparsan nisbəti 1. Doğru cavab olacaq 1. Deyəsən suallar da bitdi uşaqlar. Növbəti videoda inşallah ion mübadiləsi reaksiyaları və onlara aid hesablamalar mövzusunu ətraflı şəkildə sadə üsullarla izah etməyə çalışacağam. İnşallah ki, video hər bir kəsə faydalı olar, hər bir kəsə uğurlar arzu edirəm uşaqlar. İnşallah ki, yenə dediyimiz kimi növbəti videoda görüşürüz.